Hər kəsə salam. Bu gün ingilis dilini necə öyrənməliyik mövzusunda danışacağam. Hazırsınızsa başlayaq. Bilirsiniz ki, müasir dövrdə ingilis dili bir çox hallarda bizdən tələb olunur. Xüsusən də iş yerlərində və xaricə köçən zaman. Bəs necə etmək lazımdır ki, ingilis dilini effektiv öyrənə bilək? Ən birinci sizə güclü bir məqsəd lazımdır. Çünki dil öyrənmək uzun bir prosesdir. Əgər sizin güclü məqsədiniz olmasa, siz bu dili öyrənməkdə çətinlik çəkəcəksiniz. Bir çox hallarda insanlar ingilis dilini öyrənməyə həvəslə başlayırlar, ancaq bir müddətdən sonra davam etdirmək istəmirlər. Bu da ondan irəli gəlir ki, həmin insanların güclü məqsədi olmur. Gəlin hesab edək ki, sizin güclü bir məqsədiniz var. Bəs bu dili öyrənməyə hardan başlamaq lazımdır? Əgər ingilis dilini özünüz öyrənirsinizsə, sizə mütləq şəkildə plan lazım olacaq. Həmin plana sözlər, qrammatika, danışıq və dinləmə daxildir. Əvvəlcə çalışın ki, gündəlik danışıq zamanı ən çox istifadə olunan sözləri öyrənəsiniz. Siz nə qədər çox söz öyrənsəz, ingilis dilini bir o qədər asanlıqla öyrənəcəksiniz. Çünki dilin əsasını sözlər təşkil edir. Həmin sözləri Google-da asanlıqla axtarıb tapa bilərsiniz. Bu bacarıqların hər birinə gündə 10 dəqiqə vaxt sərf etsəniz, ingilis dilinizi xeyli inkişaf etdirəcəksiniz. İkinci ən vacib addım isə davamlılıqdır. Yəni, siz ingilis dilini həqiqətən mənimsəmək istəyirsinizsə, mütləq şəkildə hər gün ona doğru bir addım atmalısınız. Dili öyrənməyə bir gün 5 saat vaxt sərf edib, 5 gün isə heç bir şey etməmək sizi məqsədinizə aparmaz. Üçüncü addım. Sözləri tək-tək yox, söz birləşmələri və cümlə daxilində öyrənin. Çox adam sözləri siyahı ilə əzbərləyir, ancaq bu effektiv üsul deyil. Sözləri bir məzmun daxilində öyrənmək daha yadda qalandır. Məsələn, sadəcə improve sözünü öyrənməkdənsə, I want to improve my English formasında öyrənmək daha yadda qalan, daha faydalıdır. Dördüncü addım. Tələbələrin dil öyrənərkən ən çox əziyyət çəkdiyi mövzu danışmaqdan qorxmaqdır. Çünki onlar elə düşünürlər ki, birdən danışanda nəyisə səhv edərlər və başqaları da onlara gülər. Bir şey yadda saxlamaq lazımdır ki, səhv etmək qorxulu deyil. Əgər siz bir işdə səhv edirsinizsə, deməli siz inkişaf edirsiniz. Əsas məsələ odur ki, siz etdiyiniz səhvdən düzgün nəticə çıxarasınız. 5-ci addım. Mütləq şəkildə hər gün öz dil səviyyənizə uyğun ingilis dilində nəyəsə qulaq asın. Məsələn, podkastlara, hekayələrə, audio materiallara qulaq asa bilərsiniz. Və çalışın ki, dinləmə edən zaman aktiv şəkildə dinləyəsiniz. Yəni, dinləmə etdiyiniz materialda başa düşmədiyiniz sözləri özünüz üçün qeyd edin. Daha sonra isə həmin sözləri cümlə daxilində öyrənin. Dinləmə etdiyiniz materiala tam başa düşənə qədər qulaq asın. Bilirəm, bu biraz sıxıcı və vaxt aparan prosesdir, amma əmin olun ki, siz bu addımları hər gün açsanız, sizin dil səviyyəniz xeyli inkişaf edəcək. 6-cı addım. İngilis dilini həyatınıza daxil edin. Telefonunuzu ingilis dilinə keçirin. YouTube-u ingilis dilində izləyin. Seriallara ingilis dilində ingiliscə altyazı ilə baxın. Sizə maraqlı olan mövzuları ingilis dilində araşdırın. Bütün bu addımlar sizin dil səviyyənizi gün-gündən inkişaf etdirəcək. Burada önəmli olan məsələ odur ki, siz həvəslə yox, disiplinlə hərəkət edəsiniz. İnanıram ki, bugünkü mövzu hər biriniz üçün çox maraqlı oldu. Videonu izləyən hər kəsə çox təşəkkür edirəm. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.